Kainat nədən ibarətdir? Kainatın böyük hissəsi sirli qaranlıq maddə və qaranlıq enerjidən ibarətdir və alimlər onların nə olduğunu anlamağa çalışırlar. Böyük partlayışdan əvvəl nə baş verib? Böyük partlayış nəzəriyyəsi kainatın genişlənməsini təsvir edir, lakin ondan əvvəl nəyin olub-olmaması barədə elmi konsensus yoxdur. Hər şeyi izah edən bir nəzəriyyə varmı? Kvant mexanikasını və ümumi nisbilik nəzəriyyəsini birləşdirən vahid nəzəriyyə fizikada əsas hədəfdir, lakin hələ tapılmayıb. Zaman səyahəti mümkündürmü? Gələcəyə səyahət konsepsiyası məlumdur, lakin keçmişə səyahət hazırda nəzəri fizikanın sahəsinə daxildir və dəqiq cavabı yoxdur. Qara deliyin içində nə var? Qara deliyin içindəki şərait müşahidə edilə bilmir və ora düşən maddənin aqibəti hələ də sirr olaraq qalır. Həyat necə yaranıb? Alimlərin cansız maddənin necə ilk canlı orqanizmlərə çevrildiyinə dair dəqiq cavabı yoxdur. Şuur nədir? Elmi icma şuurun mahiyyətini, onun necə yarandığını və fiziki əsasını araşdırmağa davam edir. Kainatda təkikmi? Həm sadə, həm də ağıllı xarici həyat formasının olub-olmaması sualı hələ cavabsızdır. Nə üçün yuxu görürük? Yuxuların REM yuxu fazasında baş verdiyi bilinsə də, yuxu görməyin dəqiq məqsədi və funksiyası hələ tam açıqlanmamışdı.